İran tərəfindən Azərbaycana qarşı dron hücumu olandan sonra İlham Əliyev İrana qarşı sərt çıxış edir. Azərbaycana qarşı törədilmiş təcavüzlə barışmayacağıq. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. O qeyd edir ki, İranla bütün diplomatik əlaqələr kəsilir və İrana qarşı hərbi əməliyyatlara başlanması üçün göstəriş verir. Bundan 2 gün sonra isə İran prezidenti Məsud Pezeşkan qonşu dövlətlərə hücumla bağlı üzrxahlıq edir və bunun İran tərəfindən baş vermədiyini qeyd edir. Maraqlı tərəfi budur ki, martın 8-i səhər saatlarında İran televiziyasına müsahibə verən, İranın ən nüfuzlu şəxslərindən hesab olunan və Xameneyinin sağ əli kimi tanınan Əli Larijani açıq şəkildə İlham Əliyevi hədələyir və qeyd edir ki, bizim Azərbaycan xalqı ilə problemimiz yoxdur. Problem Azərbaycandakı hakimiyyətlədir və həmin hakimiyyətə rəhbərlik edən şəxsin ciddi şəkildə cəzalandıracağını bildirir. Azərbaycan چیکار به ما داره اصلا؟ البته اگر از همین کشورها علیه ما توطئه بکنن و پروازی بکنن. Lakin bu çıxışla bağlı Azərbaycan televiziyaları susqunluq nümayiş etdirir. Əliyev özü də heç bir reaksiya vermir. Hər zaman görmüşük ki, İrandan hansısa təhdid olanda Əliyevin kanalları həmin şəxsi alçaldır, təhqir edir. Ən maraqlısı odur ki, İlham Əliyevi cəzalandırılacağını bildirən Əli Larijani həmin günü axşamı Azərbaycan televiziyasında qəhrəman kimi təqdim edilir və ona təriflər yağdırılır. Onun hədə-qorxulu çıxışından sonra İlham Əliyevlə Məsud Pezeşkan telefon danışığı aparır və martın 9-u İranla sərhədlər açılır. Əli Larijani İranda Sepahın rəhbərlərindən olmuş, hazırda isə İranın Təhlükəsizlik Şurasının rəhbəridir, o Xameneyinin sağ əli kimi tanınır. İranda etirazların yatırılmasına rəhbərlik edən şəxsdir. Larijani təhdid etdikdən sonra İlham Əliyevin geri addım atması isə Əliyevin hazırda qorxu içində olduğunu göstərir.